soyqırımı günüdür. Xocalı soyqırımı biz Azərbaycanlıların qan yaddaşıdır. Tarixə qana yazılmış bir tarixdir. Xocalı faciəsi vaxtında biz anaların, balaları körpə yüzü kimi yanımızda, isti peçin yanında mışıl-mışıl yatırdılar. Biz de onların qulluğunu tuturduk. Amma ki televizorun arkasında oturub, o körpələrə, yaşlı analara, bacılara göstərilən o faciəni, o işgəncələri görəndə şəxsən bir qadın ki, bu əzablar çəkirdi. Evladıma baxır deyirdim ki, bizimkilər necə burada yatıb, onlar nə əzablar çəkirlər. Yəni ki, bunu hər bir ana, hər bir valideyn düşünüb, yəqin ki. Amma illər öz işini gördü. Bizim o peçin dibində mışıl-mışıl yatan balalarımız, qeyrət çəkən oğullarımız anladılar, başa düşdülər, oxudular, əskər getdilər və sinələrini düşmənə sipər elədilər. Və o ilgilərdən də biri də Rəşad Abdullayevdir. Rəşad Abdullayev elə o Xocalı hadisələrinə baxa-baxa böyüyən bir uşaqdır. Hərbiçi ailəsində böyüyən bir uşaqdır. O, vətənin qeyrətinin namusunu öz üzərinə götürən yiğitlərdən biridir. Hər birimizin balalarımız. Və mən bu gün burada, əgər alnı açıq, üzü açıq sözümü deyirəmsə, mənim evladıma verdiyim tərbiyədən, ona düz yol göstərməyimdən asılıdır. Və mən də bugün fəxrlə burada deyirəm ki, o böyük faciələrin, o torpaqların alınmasında mənim ailəmin də zərrə qədər qatqısı varsa da, mən bu kürsüdə özümü xoşbəxt sayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Və bugün mən, əgər bizim evladlarımız əlinə silah alıb cəbhəyə gediblərsə, arxa cəbhədə bizim gözəl yazarlarımız, bizim evladlarımızı yaşadanlar, sağ olsunlar, var olsunlar, adlarını bircə-bircə deyə bilmirəm, çünki inciyə bilərlər, birini yaddan çıxardaram. Daimi 5 ili, 6 ili hər vaxt şəhid ailələrin yanında olublar, bizə dəstək olublar, bizim dərdimizə şərik olublar, ürəyimizdən keçənləri qələmləri ilə, onların da silahı qələmdir, o qələm də onları qələbiyə aparır, onlara güc verir, qüvvət verir. Dərdimizi, sərimizi vərəqlərə yazıblar, vərəqləri xalqa çatdırıblar, balalarımızı yaşadıblar. Hər bir yazarın qarşısında da mən bir şəhid ailəsi kimi baş əyirəm, hamısına sabah deyirəm. Estağfurullah, eləsin, baş əyir sizin qarşısında. Bizim ailəmizin hamısı bir üzvü olublar. Onları biz görəndə sanki elə bilir ki, balalarımız gəlirlər. Yəni, çox sağ olun, var olun. Hər birinizə təşəkkür edirəm, bütün yazarlara.